Xəbər verdiyimiz kimi bugün mərhum aktyor Azər Baxşəliyevin doğum günüdür. Axşam.azın məlumatına görə aktyor Elşən Orucov onunla bağlı paylaşım edib. O arxiv videosuna "Bugün yenə sənin günündür Azik. Səninlə keçirdiyimiz hər gözəl an üçün minnətdaram. Gülüşlərin, söhbətlərimiz və xatirələrimiz həmişə bizimlə qalacaq. Ad günün mübarək əziz dostum. Adını bu şəhərin yaddaşına yazıb getdin. Səni böyük bir həsrətlə xatırlayır, çox darıxıram" sözlərini yazıb. Aktyor Ramil Babayev bəzi yoxluqlar illər keçsə də dəyişmir. Hər dəfə şəkillərin, videoların qarşıma çıxanda sanki zaman dayanır. Sənin səsini, gülüşünü, varlığını yenidən xatırlayıram. Amma bilirəm ki, xatirələrin qəlbimdə əbədi yaşayacaq. Allah sənə rəhmət eləsin. Azər, məkanın cənnət olsun. Səni unutmadıq, unutmayacağıq. Ruhun şad olsun əziz qardaşım sözləri ilə aktyoru yad edib. Aktyor İlkin Həsəni isə Azər Baxşəliyevin arxiv videosunu yayımlayaraq "Bugün evdəkilərlə olacağam, sabah yığışaq, bağda qeyd edək günüdür. 41 yaşını qeyd edəcəkdik. Darıxırıq" sözlərini qeyd edib. Aktyor Nicət Rəhimov dostunun "Sənsiz ikinci doğum günün əziz dostum" sözü ilə xatırlayıb.